Və belə bir sualımız sizə müraciət siz bu günləri hansı hissləri keçirirsiniz? Bax, bugün deyirlər ki, hər deyirlər ki, arzu ilə bir-birinə ki, bu adətimizdir. Novruz bayramında hamı öz evində, öz ailəsinin yanında olsun, ocağında olsun. Amma bu günləri elə gətirib ki, bəxtimiz, bugün biz müharibə şəraitində yaşayırıq və siz Novruz bayramını Səngərdə, Cəfər keçirirsiniz. Bax, bugün siz hansı hissləri keçirirsiniz? Keçirdiyim hisslər həddindən ziyadədir, onu xırdalamaqla qutaran deyil. Amma mən istəyərdim ki, cəmi döyüşənlərdə, arxa cəbhədə olanlar hamısı qeyrətə gəlsin, Heç olmasa bu Novruz bayramın o plenlikdə olan qız gəlinlərimiz, ondan sonra didərginlikdə olan qız gəlinlərimiz evlərində ola bilməli. Heç olmasa gələn Novruz bayramının evlərində olsun. Sizə belə bir imkan verirdilər ki, bu günə bayram münasibətini ailəmizə nə deyir? Mən ailəmə arzımı aləmə çatdırmaqla onsuz da dediyim sözlərin mənası yoxdur. Elə canları sağ olsun. Bayram deyək darıxmasınlar, gələcəkdə hamı evində işində olur. Darıxmasınlar. Təbrik edirəm. Sağ olun. Yaxın gəlin biraz. Özünü təqdim edəcəm. Sevcan Ağayev'in. Sizə ikinizə də belə bir sual verim. Bütün günü demək, bütün postlarla, bütün mövqelərinin və əlaqələri mən siz yaradırsınız. Siz yazmaşının deməyi yarar. Üstünə görə bunu bütün siz ağırlıqda sizin üstünüzə düşür. Və bu günləri sizdə vəziyyət necədir? Ümumiyyətlə, postlarla əlaqə, bugün bayram günü, Cəli verməmiş bayram günü münasibətini sizi təbrik edirəm. Vəziyyət necədir postlarla? Bize telekin ismi sağlıklısı. Siz necə olmuşdu ki, orada saxlayın? Bürov götürmüşdünüz. Hücum əməliyyatı vaxtıydı. Nə vaxt olmuşdu hadisə? Aynı yanvarın 5'inde. Yanvarın 5'inde. Hansı istiqaməti götürmüşdünüz? Oldu kendi. Yana ateş bir asılış var, tamam. Yola yan bak. Düz zamak ödür. Bayramımız merak edin. Yola bizim burada. Tam izlerden 5 tane düşsünler. Burada adam çok tarifli evlerde şurada adam var. Düşsünler burada bir yerde. Tebrik edeyim uşaklarımızı. Tak maşınlar o her. Мы приезжаем. Не пускает. Şildi ağdan korkmuyor dövüşüm. Könüllüsən yoxsa həqiqi hərbi xidmətə çağırmışsın? Hərbi xidmətə çağırmışım, 18 yaşımdan hərbi xidmətdəyim. Siz bu nədir belə hərbi xidmətiniz? Qrant Amiyet. Qrant Amiyet. Mən işdim ki, sizə Qrant Amiyetə bir şeir də yazmışsınız. Öyle. Olar deyərsiniz sizə şeiri bizim üçün. Bir bayram günüdür. Zəhmət olsun deyin günü. Siz burada çox şeirlər yazırsınız belə, yoxsa? Ben yazıram da belə. Dədə babadan vurulan sənətim var. Yəni söz də çala bilirsiniz, hə? Yoxsa çalamıram amma babam aşıq, hansı aşığın nəvəsə? aşıq İspəndiyəni. Aşıq İspəndiyəni, ay maşallah. Oxu görüm şeirisi. Slujbaya gələn gündən Qrant Amiyot sevdim səni. Bilirəm ki, vəfalısan, darda qoyma sən də məni. Qoş nəfəsli ateşinlə, o dəhşətli gür səsinlə, onu bil ki, həvəsinlə yaşayıram Qrant Amiyot. Nə gözəldir snaryadın, top dağdan ülvi adın, nə avtomat, nə pilamot gül kişisən Qrant Amiyot. Sən sinimdə gəzən zaman, sağ solmu süzən zaman, gördüm hamı mənə baxır, lotlandım Qrant Amiyot. Sənlə posta yoldaş olum, düşmən olsun sağım solum, bil heç zaman qorxum yoxdur, 3 snaryad bizə çoxdur. Düşmən tankı gəlir budur, 01 snaryadın udur, 500 metrədə bir dənə vurur, ispisat edir Qrant Amiyot. 01-13-93, nə gözəldir nömrəsi,
Güclü döyüş olan tək qabaqdan gəlir səsi. Yoldaşım, mən səninlə fəxr edirəm əməlinlə. Heç vaxt səni atmaram, qrantometumu unutmaram. Yaxşı, mənim üçün çox maraqlıdır. Bəs bu 01-13-93 nədir? Mən qrantometumu Nömrəsidir. Sən də görüm bu qrantometlə. Nə qədər texnika vurursun da qrantometrə deyil mi? Vurmusan heç bunu ilə? Bir dənə texnika. Ha, bax, vurmusan ayın neçəsində? Vallahi ayın neçəsi? 11 dekabr 93'tür. 11 dekabr 93-cü ildə demək bu qrantometlə bu texnika vurur. Hansı ərazidə vurur? Bu ərazidə, həmən Füzuli ərazisində. Ona görə Privat Bank bu oğlanın içində demək 250 min mükafat. Privat Bankın nümayəndəsi çek yazı vermiş 250. Bəs bu başqa bir şey, bax bugün bayram günüdür. Bəs bu bayram günü hansı şeiri oxumaq istəyirdiniz? Bax, əgər sizə belə bir imkan verilseydi ki, bugün bayram günüdür və sizə deyərdilər ki, əzizlərinizi, doğmalarınızı necə təbrik edərdiniz? Əvvəl sözlə, yəqin sonra da şeirinizi deyərdiniz. Bir dənə şeir söyləyərdiniz onlara, elə deyil mi? Bayram günü elə bir şeir. Yazmamışsınız. Bəs fikirləşməmişsiniz ki, bayram gəlir. Bu axmotuzda bir yaxşı şeir yoxdur, bir qeyrik şeir. Yox, mən şeirəm şolarımız hamısına yaxşı qiymət verirlər. Yox, indi birini oxudunuz eşit. Gözünü yolda qoydu. Vətən, torpağın müqəddəsdir, yenilməzdir. Keşiyini çəkən əsgərlərin qorxu bilməzdir. Daşınaq düşmənlərini, pis niyyətlər heç imamcıların qəddinə əyməzdir. Durmuşuq qarşında həmişə hazır. Zaman keçdikcə tarixlər yazır. Körpənin fəxridir, əziz beşiyi, bizimsə fəxrimizdir, vətən keşiyi. Qulaq as, şirin də vətən oğludur. Deməzlər, hər oğlan vətən oğludur. Hər kim ki vətənin keşiyindədir, deməli o oğul vətən oğludur. Yardımdır. Qafırda bugün bayram günüdür. Bax, hansı hisslər budur? Mənim üçün çox maraqlıdır. Neçə müddətdir döyüş bölgəsindəsiniz? Özüm 2 il sınırda olmuşam, 2 il olmuşam. 4 ildə bayram keçirməmişəm. 4 ildə keçirmişsiniz bayramı. Bax, indi sizə belə bir imkan versəydik ki, evdəkilərə nə deyərdiniz? Nə deyərdiniz? Kimi təbrik eləmək istərdiniz ən başlıcası? O qədər gözləyirəm, hamısı bayram təbrik edir. Bütün gözləyənləri. İndi baxır da kim gözləyir, kimdən necə gözləyir. Hələ söz gözləyir. Yəni kimlər necə gözləyir, yəni gözləməli də. İndi kimlər necə gözləyir, var da, ata, ana, bacı, qardaş. Sonra kim gözləyir? Onu gözləyir, onu xoşlar. Yaxşı, mən sizə can sağlığı deyirəm. Onu bilirəm, gələn illəri hamınız öz ailənizlə bir yerdə baxdınız. Keçir, Allah qəbirlərim bayram bitirər. Sən bir-iki dənə bununla texnika vursan, belə görürəm ki, bu yaxın günlər belə gəlib bizimlədir də. Allah qoysa 3 dənə tankı boynuma götürmüşəm. Neçəsini vurmuşsan? Hələ vurmuşsan? Yox, təzə götürmüşəm, bunu avtomat vurmuşam. Demək söz vermişsən də, bu plandır. Söz vermişəm, plan da həftəyə 3 dənə tank bəsdir. Həftəyə? Yəni görülür həftəyə 3 dənə tank. Hələ həftəyə 3 dənə tank vursam bəsdir. Mən sənə uğurlar. Söyrəm, öyrənmişsiniz bundan işləməyi, yoxsa necə? Harada öyrənmişsiniz? Hansı rayonlusun? Sənin hansı nədir? Xatınlı kəndinə. Sən Zirəttin kəndisisən, elə deyil mi? Zirəttinlə bir yerdə oxumuşsun. Bax, belə bir sənə imkan verərdim ki, bugün Novruz bayramıdır. Hafiz kimi təbrik eləmək istəyir? Sən kimi təbrik eləmək istəyərdin belə bir gündə? Valideynlərimə, qardaşımı, bütün qohumlarım. Sən deyirsən, bununla bir düşünənin qüvvətini qadınməhv edə biləcəksən. Elə mi aparın o vaxtda? Əlimizdən gələn. Mən sizə uğurlar deyirəm. Sağ ol. Əlifki? Əfəndim, neçə müddəti qeydədir? Əvvəllər olmuşdum yaralanandan sonra getmişdim Kəndəmont. İndi bir ay bir var. Mənim üçün çox maraqlıdır. Yaxanızdan axtığınız Qurandır yoxsa? Yox, patrondur. Patron. Mən belə bir şey deyərdim. Olmazmı ki, siz o patronu heç saxlamayasınız? Yəni, o axırıncı patronu da qoyarsınız, həmin o avtomatın o mağazinlə. Hatta siz də vermənini öldürəsiniz. Yəni, o axır anda sizə lazım olmasın. Əmrəsiz. Mən arzu edərdim ki, o axırıncı pul yanıdır, siz erməniyə saxlayın. Güllərini o özünüzdə saxlamayasınız. Onlar adreslərdir. Yəni